Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Şirvan dairəsinin Ərəş mahalının Qarxun kəndində, yəni indiki Yevlax rayonunun eyni adlı kəndində doğulub. Atası Həsən Yüzbaşı dövrünün salib seçilən mülkədarlarından biri olub. İlk təhsilini Mollaxanada, sonraki illərdə evdə və Tiflisdə alan Əşrəf bəy özü də kənd sakinlərinin bilik almasına diqqət ayırır. O 1910-cu ildə Yuxarı Qarxun kəndində əvvəlcə 4 sinifli, 1919-cu ildə 7 sinifli Rus Tatar məktəbini, 1908-ci ildə isə Yevlaxda mazutla işləyən dərman tikdirir. Əşrəf bəy Qarxunlu Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında yaxından iştirak edir. Əşrəf bəy Tağıyev yaradılmış olan Azərbaycan parlamentində o zaman seçilmiş 37 deputatından biri idi. Əşrəf bəy parlamentdə öz tərəfindən 1998-ci dekabrında Yevlax, Ağdaş, Şəki ərazilərinin görkəmli bəylərindən, ziyalılarından, din xadimlərindən ibarət Əhrar Millətçi Kəndli Partiyasının Əhrar Partiyasını yaratmışdır. 1918-ci il mart qırğınından sonra vəziyyət daha da kəskinləşir. Bu zaman Əşrəf bəyin təklifi və birbaşa rəhbərliyi ilə erməni qırğınlarının qarşısını almaq məqsədi ilə ilk könüllü dəstələr yaradılır. Türkiyədən Azərbaycana üst tutan Qafqaz İslam ordusunun gəlişi Bakı Sovetini narahat edir. Ordunun Bakıya gedən yolunu kəsmək üçün Kür çayının Yevlax ərazisindən keçən hissəsindəki körpünü tutmaq lazım gəlir. O zaman Əşrəf bəy öz dəstəsi ilə irəliləyən bolşevik Daşnak silahlı qüvvələrinə qarşı müqavimət göstərərək Türk ordusunun Kürü keçməsinə şərait yaradır. 1918-ci ildə Azərbaycanda baş verən qırğınlar yatırmaq üçün Gəncəyə, oradan isə Yevlağa gələn Qafqaz İslam Türk ordusunun rəhbəri Nuru Paşanı Yevlax stansiyasında Qarxunlu Əşrəf bəy qarşılayır. Nuru Paşa Əşrəf bəyin Qarxun kəndindəki gördüyünüz bu evində onun qonağı olur. Əşrəf bəyin vaxtilə bir araya gətirdiyi 500 nəfərlik atlı dəstəsi sonralar Azərbaycan ordusunun süvariləri olacaqdır. Azərbaycan sovetləşdikdən sonra bolşevik hökumətinin siyasətinə qarşı üsyanlar baş verir. Qarabağda alovlanan üsyanın əsas aparıcılarından biri də Əşrəf bəy olur. Lakin üsyan amansızlıqla yatırıldıqdan sonra Əşrəf bəy mühacir həyatı yaşamaq məcburiyyətində qalır. 1920-1922-ci illərdə İranda mühacirətdə olan Əşrəf bəy yenidən vətəni Qarxuna qayıdaraq 1924-cü ilə qədər orada yaşayır. Lakin 1924-cü ildə həbs olunur. Qarşısına şərt qoyularaq İrana göndərilir. O zaman Azərbaycan siyasi idarəsinin rəisi olan Mirzəfər Bağırov Əşrəf bəy yaxşı tanıyırdı, onun nüfuzundan istifadə etmək üçün Əşrəf bəyə gizli göstərişlər verildi və o İrana göndərilir. İrana göndərilmə məqsəd bu idi ki, Əşrəf bəy o zaman İranı və Türkiyə mühasirət etmiş olan Azərbaycanın AXC görkəmli üzvlərini üzə çıxartsın, onlar haqqında danos və digər məlumatlar versin. Bir müddət Türkiyədə və İranda yaşadıktan sonra Azərbaycana dönən Əşrəf bəy AXC təmsilçiləri haqqında heç bir məlumat vermir. Əşrəf bəy 1929-cu ildə yenidən həbs edilir. Ona verilən növbəti tapşırıq Şəkidə 1930-cu ildə baş verən üsyanın iştirakçılarının üzə çıxarılması olur. Əşrəf bəy bunu da etmir. Saxta ittihamlarla 10 il həbs cəzası alan Ərəş mahalının Bəylərbəyi Əşrəf bəy 1930-cu ildə güllələnir. Lakin 1989-cu ildə 1930-cu il 30 mart tarixli qərar ləğv edilir və Əşrəf bəyin günahsız olduğu bildirilir. Rəhman Əsədov, Şaban Cəfərov, Yevlax.